Bugün bir çox qızlarımız pullu həyat yoldaşı axtarışındadır. Məsələ pullu oğlan tapmaq deyil. Məsələ o pullu oğlanı yanında saxlayıb onu yemək üçün ağıl lazımdır. Amma bir çox qızlarımızda bugün o, yəni o baş yoxdur. Burası da var. Pullu oğlan deyirsə, bu pullu oğlanı da saxlamaq olmur axı. Bunu da gəl əlində saxlaya biləsən. Heç çıxmasın, pişik kimi onu tumarlayacaq ki, otursun sən. Yəni iş qızsa eləmir ki. Dözərsən arvad olarsan da, dözməzsən bərbad olarsan. Ev dağıtmağa nə var ki, bir də dağıdasan. Amma İndi bəzi qızlar oturmurlar da. Gəlirlər dəbdəbəli ev, dəbdəbəli maşın, atdan ev işi istəyirlər, maşın istəyirlər, pul istəyirlər. O da ki, yoxdur. Qız qadın oldu ki, kasıb oğlana getsin, getsin, onu köməkləsin, işləsin, yıxsın, qazansın, ona eləsin, varlı. üstüsü çıxsın. Heç mi oldu ki, falan kəsin toyu olsun, qutardı. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Mən Fərqanə Gülağa qızının təqdimatında yenə də evlərinizin qonağıyıq. Bir-birindən dəyərli sənətkarlarımızla bir yerdə evlərinizə qonaq gəlmişik. Azərbaycan Respublikasının əməkdar artisti, bizim əzizimiz, dəyərli sənətkarımız Gövhər xanım bugün bizimlə bir yerdədir və hər kəsin tanıdığı, tanınmış nağara ifaçısı Ceyhun Mirzəyev. Belə deyəcəm, köhnə dövrün ağıllı insanları
pozitiv insanları. Şükür Allaha, yaxşıyıq, salamatçılıqdır. Xoş Şükür gəlmisiniz. Allaha, Mərdəkanda nə var, nə yox? Salamatçılıqdır, Mərdəkan da yaxşıdır, sakitlikdir. Nə vəd edirsiniz bugün tamaşaçılarımıza? Bugün nə qırğın olacaq? Görək də, nə olacaq da, yaxşı olar inşallah. Təşəkkürümü bildirəm. Gövhər xanım, xoş gəlmisiniz. Gövhər xanım ziyarətdən gəlib. Xoş yenicə. gününüz olsun. Allah sizə can sağlıq versin. Xoş gördük Azərbaycan xalqını. Mən həmişə deyirəm, mənim ən istədiyim cümlədir bu. Şadlıq olsun, əmin-amanlıq olsun. Amin. Süfrələriniz bol olsun. Evdə toy nişan səsləri gəlsin. Allah hamısının ruzusunu versin. Qazanları qaynasın. Amin, amin. Allah ziyarətinizi də qəbul eləsin. Çox sağ ol. Allah sizə də qismət eləsin. Gedin görün ki, orada nə var. Ora gedib gələndən sonra insanda o qədər necə deyək, səbirlik yaranır həyatda. Deyirsən, ay Allah, nəyin davasını edirəm, nəyin üçün əlləşirəm? Hər şey müvəqqətidir, bu dünyada qalandır. Bir dənə gözəllik, bir insanlıq, bir də ki, yaxşılıq. Əgər əlindən yaxşılıq gəlmirsənsə, pislik də eləməklə. Allah deyir ki, sən elədiyin bütün hərəkətləri, əgər o bu görmürsənsə, mən görürəm. Danışıqlarımı da görürəm, hərəkəti də görürəm. Ona görə həyatda yaxşılıq eləmək lazımdır. Əlbəttə. Mehribançılıq gözəl şeydir. Görürsən ki, amma da o hər adamda yoxdur. Çox mehribançılıq eləyəndə də görürsən, deyir ki, əldən gedir ki, görürsən nə keçəcəyi var məndən. Amma fikirləşmir ki, əfsanə həyatdır. Hamımız qonağıq. Deyir, ölüm ani, həyat fani. Buyur. Gövhər xanım, nə niyyətlə getdiniz? Bax, arzunuz vardı, niyyətiniz vardı mı? Hasil olmuşdu mu getdiniz? Yoxsa... Qızım, mən 2 dəfə olmuşam həcc ziyarətində. Bəli. 2006 ilə 2007-yə düşmüşəm. Onda da Qurban bayramına düşürdü. Bir ildə 2 dənə Qurban bayramı. Sonra 2008-də də bir nəfər var xanım, məni göndərdi. Qurban olma Allaha. Demək, Allah çağırırmış məni. Allah çağırır. Bu dəfə də bir nəfər var. Allah ona can sağlıq versin. Balalarını xoşbaxt eləsin, ruzusunu bol eləsin. O bizim xərcimizi çəkdi. Savab iş gördü də, göndərdi. Mən 3 dəfə həcdə, bir dəfə Kərbalada. Kərbala ziyarəti çox ağırdı. Çox ağırdı, həddindən artıq. Demək, 3 dəfə də Məşəddə olmuşam. Bir dəfə də o vaxtı Siriyan yolu açıq olanda Dəməşqdə, Zeynəbin qəbrində. Allah bütün Azərbaycan xalqına Amin. o yerləri görməyə qismət eləsin. Amin inşallah, amin. Çox gözəl ziyarətdir. Adam gedib gələndən sonra yenə istəyirsən getməyə, elə bir çağırır səni. O da Allah imkan yaratmalıdır, çağırmalıdır. Əlbəttə, mütləq. Ki, gedəsən. Elə adam var ki, görürsən ki, hər şey var. Bileti əlində samolyota minib görürsən ki, geri qayıdır. O Allahın işidir. Allahın işidir, bəli. Allah sizə də qismət eləsin. Amin, amin inşallah. Gövhər xanım, baxın, hər zaman toylara tələbatlı musiqiçilərdən olmusunuz. Məclislər, tədbirlər, toyxanalar. Kalendarın olmuşam, Oradan kalendarın. çıx, bura qaç, bax, Ceyhun bəy də bilir də. Bax, bugünkü durğunluq sizi nə qədər narahat eləyir? Bugün bax, toyların azalması, məclislərin olmaması. Qızım, indiki toylar biz necədir? Qabaqki toyların yerini vermir, bu bir. İndi, məsəl üçün, məclisə gedirsən, ifa eləyirsən, qulaq asan da yoxdur. Yoxdur. Hələ oynamaqdır, bu bir. İkinci də ki, cavanlar toy eləmək asandır. Çal, oxu, oyna. Bunun arxası var axı. Arxası var. Bunun ailə saxlamağı var. Günü-gündən də vəziyyət biraz ağır olanda görürsən ki, cavanlar, indiki cavanlar onu dözmürlər. Dözümsüzdürlər. Bizim vaxtımızda hər şey yaxşı idi da, hər şey dözürdün. Bir də görürsən ki, evdə, ev deyir, sözsüz olmaz, gör əzabsız. Hər evdə söz var, söhbət var. O evdə ki, eyni qaydada gedir, oranın marağı olmaz yaşamağa. Deyir, çəkişməsən, bərkişməzsən. İndiki cavanlar dözmürlər. Hamısı istəyir yaxşı yaşasın, kim istəmir. Amma təri var da, hər şeydə təri var. Amma Gövhər xanım, bizim vaxtımızda belə deyildi axı. Biz bax, yəni çox dözümlüydük. Yox, bizim vaxtımızda böyük-kiçik var idi. Hörmət var idi. Evdə bir dənə ağsaqqal olardı. Məsəl üçün də evdə söz-söhbət olanda görürsən ki, o məqama çatıracaq axırıncı məqamdır ki, ayrılmağa. Çağırarlar o ağsaqqalı, ona tövsiyə verərdi, məsləhət verərdi. İndikilərin hələ çamadanı əlindədir. Və ağsaqqala da qulaq asan var idi. İndi qulaq asan yoxdur ağsaqqala. Ağsaqqala aparıb qoyurlar deyil, qocalar evinə, atırlar bayra. Deyirsiniz qədimidən qalıb. Qədimidən qalmamışıq. Biz həyatı görə-görə gəlmişik. Ev dağıtmağı nə var ki, bir də dağdasan. Amma qurmağı var bunun. Deyir, dözərsən arvad olarsan da, dözməzsən bərbad olarsan. Ceyhun bəy, bugün toyların azalmasına səbəb nədir? Ay bala, indiki cavanlar öyrənmir də. Əvvəli oğlanlarda taksi yoxdur. İş tapırlar, bitər dolanırlar, kasıbçılıdır. İndi bəzi qızlar oturmurlar da.
Gəlirlər dəbdəbəli ev, dəbdəbəli maşın, atdan ev işi istəyirlər, maşın istəyirlər, pul istəyirlər. Odur ki, yoxdur. Qız qadın odur ki, kasıb oğlana getsin, getsin, onu köməkləsin, işləsin, yıxsın, qazansın, onu eləsin varlı. Bəli. Bax, söhbət odur. Bu günlər bizim bəzi qızlarımız var, gedib oturmurlar. Bugün çox qızlar... Çox qızlar var. Getdi, elə bir dənə balıq evdə sərsöhbət olanda evdə qalmalıdır. Onu heç kim bilməməlidir. Bəli. Evin sirri evdə qalar da. Evdə qalar. Necə olub bu köhnələr, hələ söz, Gövhər xanım, Allah can sağlaya, biz hələ necə dözüblər oturublar. Benim hamısı gələndə malda örtüsü üstünə gəlir. İndiki də oturmur da, gələndə çamadanını götürüb, qapının damında o çamadanı. Bir şey oldu, mən getdim atam gilə, hara gelsən? Elədir, bəli. Atanın evinə çıxsın. Atam çoxdur ki, bu xərc daxil. Atanı da salır xərcə. Onun meyvəli var, o var, bu var, toylamaq hasandır bu, yəni Gövhər xanımın sözü olmasın. Qız götürmək, oğlu öyrəndirmək hasan deyil. Bunun dalı var. Bunun dalına gəlib dözüb otursun, dözmürlər də. Dözümsüzlər, bəli. İndikilər dözmürlər, ay başvurur. İndiki cavanlar çox... Əvvəl dözürdülər. Bizim vaxtımızda Gövhər xanım vaxtında otururdular, yaşlılar. Heç böyüyə qulaq asan yox deyə bax Gövhər xanım deyir ki... Böyük olasan yoxdur, böyük də danışı istəyib ailə dağıtmaya, ev dağıtmaya qızım. Bu hasan şeydir. 2 vur 2 durur. Amma bunu qurmaq var. Qurmaq, Bunu bəli. qurduğun gəri özüldən yaxşı olsun. Mən bunu keçən səfər də söz etdim. Bəli. Bu işləri görən özüldür. Həm də kişi də kişi olmalı da. Bəli. Kişi də kişi olmalıdır. Kişi də kişi olmalı da, ağzının təpəri olmalıdır. Demirəm, yumruğunu vursun stola. Kişi evə gələndə hiss olunmalıdır, kişi gəlir. Bugün bir çox qızlarımız pullu həyat yoldaşı axtarışındadır da. Məsələ pullu oğlan tapmaq deyil. Məsələ o pullu oğlanı yanında saxlayıb onu yemək üçün ağıl lazımdır. Amma bir çox qızlarımızda bugün o, yəni o baş yoxdur. Burası da var da, əgər kişi qadını sevirsə, onun üçün hər şey eləyəcək. Birinci sevgi olmalı. Sevgi, hörmət olmalıdır. Bir-birinin nazını çəkməlidirlər. Yəni mən bu günü getdim, elə sabah çamadanım əlimdə yox. Pullu oğlan deyirsə, bu pullu oğlanı da saxlamaq olmur axı. Bunu da gəl əlində saxlaya bilərsən. Əlbəttə, onu da ağıl lazımdır. Qaçıb gedəcək də. Yağın kəli olacaq da. Yox, onu yanında, bəs mən deyirəm ki, onu yanında saxlayıb onu yemək üçün də ağıl lazımdır. Şey çıxmasın, pişik kimi onu tumarlayacaq ki, otursun sən. Yəni iş qızsa eləmir ki. Bugün bir çox ata-anaların səhvi də odur ki, uşaq evlənəndə qoymur onu çətinlik görsün, bərkə boşa düşsün, Hələ o pişik. enişi yoxuşu yaşasın. Al bunu, ev, maşın, pul, soyuducu dolur. Rus milləti, başqa bir millət. Uşağa əzizləyirlər. Elə ki 18 yaşına gəldi, pasportu verir onun əlinə, deyir get öz həyatını yaşa. Amma bizdə elə deyil. Bizdə o ki biraz böyüyür ha, lap ondan bək yapışırlar ki, mənim uşağım əziyyət çəkməsin. Bilsən ata-ana o yolu keçir də əziyyətin yolunu. İstəmir ki, evladı da o əziyyəti çəksin. Amma evlad onu başa düşmür. Elə bir ki, belə də lazımdır, belə də olmalıdır, ata-ana mənə baxmalıdır. Amma elə deyir axı. Bəli. Amma necə düşünürsünüz Gövhər xanım, bax, o cürdə yəni onu hazıra-nazır da yaşatmaq yaxşı aparır. Bəs bu sabah ata-ana olmayanda nə edəcək? Əgər o özü, əgər zəhmət çəkib qazanmasa, gecə yuxusuz qalmasa, tər tökməsə, onun qədrini bilməyəcək. Qədrini bilməyəcək, əlbəttə. O çətinlik görməlidir. Siz nə danışırsınız? Əziyyətini almalıdır. Ceyhun bəy, buyurun. Bir şey alanda uşaq gərək qazansın, öz əziyyətini alsın ki, bu onun qədrini bilsin də. Hələ bunu ata elədi, onu ata elədi, buna ana elədi, bu nə oldu? Bəli. Belə harinləyəcək də. Və bir də ağıllı qadın da kişinin həyatında. Kişilər ağıllı qadın xoşlamır. Səbəb? Bilmirəm nədəndir. Gövhər xanım bilməmiş olmaz. Ağıllı qadından qorxurlar, çəkinirlər. Qorxurlar. O ancaq Gövhər xanım istəsə bu məsələni aça bilər, amma o çox dərinə gedə bilmir də, dərinə getmir. Ağıllı qadın indi az da. Söhbət ki, ağıllı qadın indi yox deyim. Ceyhun bəy, bəlkə siz açasınız söhbəti. Nəyə görə qorxurlar? Mənə döydürmə sən çək bizi. Nəyə görə qorxurlar? Nəyə görə qorxurlar? Qorxurlar ki, ağıllı qadından da. Yəqin ki, nəsə var da. Boş yer olmaz da. Biz ağıllı qadın belədir ki, hər şey dözür, oturur, ağlı var da, ağılla iş görür də. Bunu aldatmaq olmur. Bu ağıllı adamdır. Gövhər xanım açacaq, söhbəti Gövhər xanım açacaq. Kişi heç vaxt istəməz ki, qadın ondan üstün olsun. Kişi özünü onun yanında kişi kimi hiss eləmir. Biraz aşağı səviyyədə olur. Ona görə xoşlamır ağıllı qadın. Bəli, təbii ki. İndikiləri görə gəlirik də hamısında da həyatdır. Bu həyat məktəbdir. Mən həmişə deyirəm ki, oxumaqla deyir, gəzməklə deyir. Həyat özü bir məktəbdir.
Əzə bilmir də onu. Əzə bilmir onu. Əzə bilmir. Aysan. Onun üzərində o Həmişə hökmranlığı. kişi xoşlayır ki, qadının ona ehtiyacı olsun, ondan asılacağı olsun. Amma ki, pul qazanan qadının heç vaxtı vaxtı olmaz. O qadın ki qazandı, pul götürdü, maaş aldı. O kişi onun qabağında danışamayacaq. O kişinin evi yıxıldı. Dindirən kimi deyəcək, mənim pulum da filan şeydə. Filan şey mənim pulum olub da. Ay maşallah, eşq olsun. Buna nə deyirlər? Buna deyirlər dədə-baba yolu. Bəli, bu dədə-baba yoludur. Bu musiqini bu gün çalanlar yoxdur. Hamısı xod verir bu aparaturaya, kolonkalara. Adam toya gələndə bir-birinə salam verir, navarını yox eləyə bilmir. Ritim blok, udarnik, bu yandan gruppa grup. Kesən etdimsə də, yəqin o vastoska da vururlar. Gruppa grup. Bu imkan vermiş ki, bir qoşlarsan, sağsın sözünüzsün. Toyu o vaxt, Görhə xanım yaxşısını bilir. 4 dənə, 3 dənə musiqisi var. Biz çalmaq çalışırıq. Aparat yox idi o vaxt toylarda. Aparat olmuyor. 3 dənə dəmkək klarnet nağıra kişi toylarla danışıram amana. Hələ uzağa gedin, o olmasın, bu olsun da filmə baxmısınız da. Qızdırma qoşunları, o vaxt qızdırma qoşunları vardı. Görhə xanım bilir. Dəfə də qızdırdı. Biz toylara gedəndə o vaxtdan danışırıq. Pes qoydu pletka yanımıza qızdır. Nəmişlik də xanım. Dəri pesi, dəri nağıran. Həm o da qızdır, həm də üstümüzə sürtürdük belə. Qızdır ki, çalanda səsi zil çıxsın. Bugün Allah'a şuur yoxdur. Bu günləri bunu çalan musiqilər yoxdur. Heç musiqi də yox. Ay boş ver ölüm sənin. Mən bu televizorda çıxırlar. Tar gedir. Mən baxıram bəzilərinə. Udanik sintizator. Olmaz belə. Tar kamansa dəf olmalıdır ya da qabaq nağara. Bəli. Nağaranın da yanında Bugün yox. Bəli. Nağara şaparan bırak. Mikrofona Gövhər xanım. Çıxma. Mikrofona Gövhər xanım. Nağaranın da yanında qoşa nağara olmalıdır ki, nağara çapala vuranda o çıtma vurur. İndi udaniki qoyur ora, elə bir Rus toyuna gəlmisən. Heç vaxt oradan deyirəm, Allah'ın olsun. Aləm o Siz də razı deyilsiniz Gövhər xanım, olmamalıdır, O hə? qədər də xod verirlər, xey ki, Allah'ın olsun. İnanırsan ki, məclisdə ağızlayanı qulaq eşitmir. Mən şəxsən 12 yaşına məclislərdəyəm də, mənim yanımda qabaq dəf çalanlar oxuyardı. Oxuyan az idi. Barmaq hesabı idi. Nağara çalanlar, dəf çalanlar. Pilətədə qızlarlar, Allah'ın olsun. Kəndin uca bu başına, o başına bilir ki, filan kəsin toyu səs də gedirdi ora. Bilsən dincəlirdin, indi ki, bir saat, yarım saat oturmaq olmur, hamısı qaçır foyaya ki, vaxtsa beynim getdi. Qulaq asırdılar adama. Çox şey yoxdur. Qulaq asırdılar. Məsəl üçün də bir də oxuyana bilirdilər nə demək istəyir, çalan nə eləmək istəyir. İndi yox, elə çal. Bir də görsən ki, bu bəstəkar havalarına bir də görsən, arada olur da fasilə çalır, ifa edirsən. Gəlirdi ki, becər vas istəyirəm. Ay, bir qulaq as da. Xanəndəni saxlayır, mən bunu toyxanalarda çox görmüşəm. Gəlir deyik, Görhə xanım.
Muğam oxumaz. Ancaq tarix amancı muğam oxuyan bu günlər bunlar yoxdur. Bu Yoxdur. gün bunlar yoxdur. Bu günlər Səbəb nədir? Səbəb Ceyhun bəy, səbəb nədir? Zövqlər değişir. Zövqlər deyişir, musiqisi yox, ancaq sintezatör. Bilmirəm. Ancaq sintezatör. Sintezatorla bağzal olar. Ay sağ ol. Sintezatör. Klarnet bağzal gətirək ki, klarnet çalanda adamın tükləri biz Sintezatorla da bağzalı. Evdən qız çıxır. Sintezatorla da Sintezator edirlər. edibsə nədir? O gecə-bicə dinə qoyurlar onu. Qutardı. Heykəl. Elə ondan yaxşı eləmədi. Elə maqnitofon qoy Görürəm, sintezatorla da bağzalı edirlər. Bəli, həri. Sonra da ki bir də iş var. Mən sizə deyim, əvvəl toyları, mən indi kişi toylarını danışan başlasın heç qalmaz. Sərpaylar vardı. Toyları idarə edirlər. Zirə kəndimiz Allah rəhmət Şirbala vardı. Bu sonunda Qudret kişi vardı. Ağsaqqallar bugün o sərpaylar, bugün toylarda şov göstərirlər, yoxdurlar. Özdə ki, bugün heç o musiqislər yoxdur ki, toy yes, mən bugünləri, bu gündən danışam sənin üçün. Allah haqqı dəftərimi göstərə bilərəm sənə. Sentyabra, avqustda, mən indidən zayıncam. Bu günləri musikantı 10 da qalmış aparlar toya. Bugün var, Ceyhun bəy. O vaxt, bir də üzr istəmirəm, o vaxt toylara danışmaya gələndə, toyları, beyin əmisi, atası gəlib usta ilə danışırdı. Yəni bizdə klarnet çalanı usta deyirlər də. Ustalar var, Allah rəhmət Şəmsi İmanovu, Əşrəfi, Vəli Qədimovu, böyük sənətkarlar, Allah can sağlığı versin yerdə qalanlara. İndi az qalıb, yəni Allah can sağlığı versin onlara. Bugün o yoxdur, bugün usta yoxdur. Usta nağara çalanı yoxdur, usta da yoxdur. Bu günləri toyu deyə ya, sinsar çalanla danışırlar. Sinsar çalanı ki, deyim, mən onu istədim görərəm. Dəllallar da olur dedim satılacaq. Qadın toylarına o vaxt yadıma gəlir də mənim də. Da bunlar Gövhər xanım köhnə sənətkardır da. Haçan gəlirdi, qızın anası, bir xalası, indi özü məndən yaxşı bilir. Gəlirdi. Bu gün də onlar yoxdur. Bu gün ustaya toy danışdı yoxdur. Ceyhun bəy, sizinlə danışırlar sizi toya? Yoxsa deyirsiniz ki, tələbat azalıb, toy... Çox azıb. Bəli, bir də kəndlərdə qalıb da. Məsələn, sizi istəyirlər bugün toylara? Bəli, məni istəyirlər toya. Gəl, gibi istəmirəm, sizə qabaqca mənə sənət eləyirlər. Məbləğ nə qədər deyirsiniz? Məbləğ indi baxıram toy yesinə pulu deyirəm də. Məsələn? Damara bax kanalda. Baxa da gedə bilərsə, uzun sənin özündən asılıdır. Məsələn, 500 deyirsiniz, 1000 deyirsiniz. Yox, tək gedəndə hə. Tək 500. 300 arası olur. Tək 500. Tək 500-300 arası. Amma dəstəylə gələndə ki, hələ də yoxsa ondan özündən başqa adam fazla. Onu da yenə baxırsan toy yesinə, görürsən xanımsın. Oxuyanlar bizdən yaxşı qazanır. Ay, oxuyan 10 minə gedir. Amma Ceyhun bəy... 5 dənə oxuyur. Amma Ceyhun bəy 500 manat çox azdır. Yəni musiqiçi gəlir ora saat 6-dan, saat 6-dan 12-yə kimi, yəni... Pulu bu günləri musiqiyə vermirlər. Baxın, kəndlərdən danışıram. Nağara gedir Beyhamamı, gəlin götürdü. Özü biz çombaq zurla gedik. Bax, indi onlar çombaq salan yox, çombaq bilən var. Kim çalır? Zurla çombaqla bey gəlir, hamama gedir. Gəlinin dayıca bey hamamı da, yəni bey hamamdan sağ kənddir. Gəlin dayıca gedir, 10 saatlıq qapaqlı saat, sonra da gəlir 10 saat, 17 saat nağara çalır. Qız oxuyan gəlir 500 manat, saat 9-da gəlir. 500 manat yaxşıdır. Axşam da 11-də deyir, mən gedirəm. 3 dənə əyə oxuyayım. Musiqiçi, amma belə çıxır ki, musiqiçi çox az pul verilir. Vermirlər də, musiqiyə Çox pul pul az. vermirlər. Sənətkarı temboli vermirlər. Niyə? Ona görə də yanlarında sənətkar aparmırlar. Aha, Gövhər xanım, mikrofonu zəhmət olmasa, sənətkara niyə vermirlər pul? O necə olur? Vermirlər də, nə bilim. Qeyri-peşəkara verirlər. Yox, sənətkar da aparmırlar yanlarında axı bu oxuyan. Aparmırlar axı. Yox, Gövhər xanım, səbəb nədir? Niyə sənətkar? Amma hər kəs istəyir ki, onun toyunda sənətkar olsun da. Niyə vermirlər Çox ki? oxuyanları sənətkar sərf eləmir. Sərf eləmir onlara. İfaçılar, Pula görə. oxuyanlar istəmirlər. Bəli, oxuyanlara dəllallıq eləyirlər də. Pula görə, pula görə. Onda belə çıxır ki, orada o belə deyim də el dilində, o buran elə ifaçıdır. Bəli. Müğənni bu günləri müğənni burası odur bu günləri. Restoran müdürü, administratorlar. Restoran müdürü qoyuram bir qağa. Toy maklerləri var. Toy satırlar. Toy danışırlar. Bəli, gedir deyir müğənni gəlir ki, mən müğənni deyirsən, onu neyinsən? Gedir obusunu görür ki, biri ki axşam 500-300 verəcək onlara. O da gəlir qardaş, deyir mən dəstəmlə gəlirəm. Sənin dəstən kimdir? Neyinsən Gövhəri, neyinsən Ceyhunu, neyinsən onu? Mən götürüb gəlirəm sənin sallarına. Axşam pul vermə söhbəti var axı. Gövhər xanım gəldi, gəlir ona pul verir. Bu sənət. Onda belə çıxır ki, sizin işiniz çətindir də. Çox, bu günlər çox çətindir. Kəndlər olmasa biz Bakıya batarıq. Allah bərəkət versin bizim kəndlərə. Allah haqqı bizi saxlayan kəndlərdir. Şallı evləri biabırsıdır. Bu gün şallı evlərində bir dənə sintisar tutur, bir dənə gitar asas tutardı, başqa heç yoxdur. Bu ilə toy olar. Toklar getdi, neyniyəcək bu? Bax, bu tok Bir getdi. şey ki, musiqiçi. Gedir oturur restoranda, onlar sex deyirlər də. Bəli. Restoranda salatın içində onların pulları gedir, nə olacaq? 20 manat, 30 manat. Günə qoydular musiqiçiləri. Musiqiçiləri. Restoran müdürləri Restoran, amma restoran... dəllallıq eləyirlər. Restoran müdürü bilmir ki, restoran müdürünün obyektin işlədən musiqisidir.
Bunu bir dəfə bilsinlər bu restoran müdirlər ki, bunların obyektin musiqisi, nə üçün musiqisi işlədir? Sabah toya gələn bey gəlin, qonaq gəldi. Musiqisi olmasa kim salacaq toyu? Hə? Açıq edib çıxıb getsə də. Amma çox musiqiçiyə çox az pul verirlər. Yəni orada daha çox əziyyəti çəkən musiqiçidir. Ona görə mən keçən dedim ki, bu gün toyda telefonla oynayırlar.
30 il bundan əvvələ qayıtsaq, nəyi dəyişdirməyə çalışardınız? Niyə 30 il bundan əvvəl deyirəm? 30 il bundan əvvəl insanlarda yaxşı pul var idi. Pulun bərəkəti var idi. Məşhur simalara bir başqa maraq vardı. Deyirdilər ki, filankəsin toyunda filankəs ifa eləyəcək, filankəs oxuyacaq. O vaxtı hər kəndin öz muskantı var idi. Oxuyan da az idi, musiqiçi də az idi. İndi yerindən duran bildi, bilmədi, oxuyur. Ərindən boşanan oxuyacaq. Sonra uşağını küçüyə atan oxuyacaq. Atasının, anasını şey verən oxuyacaq. Elə bir bu oxumaqdan başqa sənət yoxdur. Hal-hazırda belədir, bəli. Qiymət verən olacaq, amma indi qiymət verən yoxdur. Tüstüsü çıxsın. Heç bu oldu ki, filan kəsin toyu olsun, qutardı. Bəs bilsəydiniz nəyi dəyişərdiniz? Nələr eləyərdiniz? İndi bundan sonra heç nəyi. Onda hər şey qaydasında idi axı. Biri sizə desə... Qaydası o necə idi? Pulun bərəkəti vardı, bu bir. İndi 100 manat olub 10 manat. Bazara gedirsən, bir dənə şey alırsan, 2 dənə şey, heç nə yoxdur. Xaladenik, 2 gündən sonra boşdur. Ürəyim kimi tərtəmizdir. Ürəyim kimi tərtəmiz xalanı. Ha, beləncə. Bərəkəti var idi. İnsanlarda insanlıq var idi. Böyük kiçik var idi. Toya girirdin, bilirdin ki, hansı xanım hansı rəqslə oynamalıdır. Hansı xanıma hansı nə oxunmalıdır. İndi yaşlı qadın gəlir, görsən ağ başı gözü ağappaq, deyir mənə hop-stop çal, cüt-cüt çal. Tərəkəməsi hanı? Uzun dər. Hanı bizim köynə mahnılarımız, oyun havalarımız. İndi oxumaq havalarıyla, oxumaq havasında necədir? Bugün ifa edirlər, səhər yaddan çıxdı. Adı razı idi. Adına razı var, ay sağ ol. Özdə bu sənət belə sənətdir ki, qurban olum sənə, bu cavanlıq sevir, gözəllik sevir. Biraz yaşa dolandan sonra, indi kimin balaları var, məsəl üçün də anası, atası ya ifa eləyibsə, sənətkardırsa, onu yada salır. Əgər yoxdursa, valla, hanı bizim Rəşidimizi yada salan var, görürsən gör. Şöykəti yerə görə Sara xanımı, ya qeyrisini, yaddan tez çıxır. Tutardı, hələ o vaxtı gördündük da. İndi çoxsu cavanlar heç onları tanımır. Deyirsən, məsəl Rəşid Beyibtov deyir, mən tanımıram onu. O şey, bilsən, devran dəyişdi də. İndi bu nə deyirlər ki, söz tapıblar, musiqisi qocalıb. Ay balam, bu yaşda ataların bir misalı var, bağışsız. Deyir, bu yaşda at arpa yemir be ya. Qızıl elə qızıldır da, bir Dövhə xanım olacaq be ya, onu necə ki? Gün şit yağı tərifləyirlər, şit yağı. Hələ gedirlər, o kapronda yağlar var ya, da götürüb əmrə sözləri bilmirlər. Götürürsən 3 manatı olan yağını onu necək? Qabaq xına yaxtılar olardı. Xına yaxtılar indi paltar kesti deyirdik də biz o vaxtı. Paltar kesti. İndi belə içinə paltar kestilər də xına yaxtılar. İndi qondarmaları çoxdur. Başı bütöv adam gedərdi, xına yaxardı gəlin əlinə. Başı bütöv nə edirlər? Əri var, oğlu var, qızı var, ailəsi var. İndi ərindən boşanan xına yaxır. Ona görə qapıdan gəlirlər, bacadan çıxırlar. Çək.
xanım, insanlar niyə bugün bax pula bu qədər hörmət edirlər? Kimin pulu var ona yönəlirlər, kimin pulu var ona hörmət edirlər. Pul ümumiyyətlə maddiyyat niyə bu qədər belə önə keçib? Yox, qızım əzəldən beri olub da. Güney qədimdən beləncə olub da. Məktubadın vaxtında 50 yaşında kişiyə 17 yaşında qızı verdilər. Nə cavanlığı var idi, nə də onun nədir? Əvvəldən belə olub. Əzəldən verirlər 17 yaşında nəyinə puluna. İndi də elədir də, bilsən nə vaxt indi bu saat? Bu Abbasqulunun vaxtıdır. Hacı Abbasqulunun vaxtı olur. Abbasqulu. Sən oyunla, nazı ilə çox oynayırsan. Kərbalanın vaxtıdır. Kərbalanın vaxtıdır. Pulun var, yaşayacaqsan, pulun yox. Pul insanın yaraşığı. Pul insanın adı sanı. Pul insanın üzünü hürməti. Birey qədimdən. Amma ki, mən o adama deyərəm ki, pulu var, insanlığını itirməsin. Bəli. Çox cızığından çıxmasın, fironluq eləməsin. Süleymana qalmayan dünya heç kimə qalmayıb. Orada. Yox, çoxsu var. Azır yolunu. Ha, fironluq eləyir. Pulsuz da yaşamaq olmur da. Qabağında görüm sənə salam verəsiyəm ya, yox. Ürəkli olursan, pulun olanda ürəkli olursan. Belə şux gəzirsən, elə bilsən asfalt da sənin üzvə görür. Allah'ın da olsun. Şux gəzirsən, bilsən özün arxayınsan. Ki, yəni, məsələn, ürəyindən bir şey keçir, deyirsən ki, pulum var, gedib alaram. Amma baxırsan, bilsən büzüşürsən, belin bükülür. İstir kişi, istir qadın. Heç evdə hörmətin də olmur. Evdə. Kişi ki, evə ki, əli dolu girəndə, arvad deyir, atam, ərim gəlir, atağız gəlir, əli dolu. Əli qapını girəndə nə getirmirsən, heç nə ki, sənin kişi boş var. Sən də kişisən. Ümumiyyətlə, indiki zamanda elə qadında pul olmalıdır, kişinin də pul Bəli. olmalıdır. Evdə ananın da pul olmalıdır, atanın da pul olmalıdır. Pulun oldu hər şey istəyirsən, hər şey deyirsən də pul sənə dingildədir axı. İstəyirsən hər şey deyirsən, pulun varsa gedim hələ bu maşını yoxla oyunu alım sürüm. Bir mərtəbədə yaşamayayım, 5 mərtəbədə yaşayayım. Bizim millətdə bu çox var. Bunu eləyən puldur, bunun pulu olmasa da bir də xusunada yaşayacaq da. Və sonra da deyirlər ki, pul düşmən qapısıdır, pul nə bilim nədir. Pul əl çəkir, kimdir göstürüm ölsün mənə. Görüm necə əli çəkisi puldur. Pulun olmasa salam vermirlər sənə ye. Bu dəqiqə elədir. Pul olanda deyim meclisə keçək yuxarı başa. Qazanı yeməyin qapağını açmırlar. Deyir filan kəs gəlsin qapağını aşağı yeyək. Bəli. Bəs Göhrəxan nəyə görə deyirlər ki, pul düşmən qapısıdır, pul lazımdır, artıq pul lazımdır. O adamdakı o yoxdur, həmişə eləsə danışır. Amma bəs yaxı kimlər deyir o sözü? Nəyə görə deyirlər artıq pul lazımdır? Bu pul olan deyir. Bilirsən, əlin ətə çatmayanda deyər iyi verir. Başa düşdün? Ay sağ ol. Ceyhun bəy, nəyə görə bəs deyirlər ki, artıq pul lazımdır, pul düşməndir, pul düşmən qapısıdır. Kimə düşməndir? Pul düşsün mənə görüm, pul kimə lazımdır, göstərməsin mənə. Əl çirküdür pul. Kim deyirsə əl çirküdür? Harada o əl çirküdür? İnsan özü pulu olanda insan özünü başqa hiss edirsən. Pul var, pul, yarımdan kağızı. Bundan yoxdur. Pul başqa şeydir, pul başqa aləmdir. Gör, xanım düz deyir. Pulun olanda evdə də hörmətin olur, uşağın da yanında hörmətin, baba uşağın da yanında, ağsaqqalın da yanında hörmətin olur. Pulun olma deyə, sən heç yaxın, xəstəxanalar vardır ki, bəziləri ya, gedir ağır xəstədir, mən görmüşəm də bunu. Deyir ki, bunu adamı gəlsin, sonra bunu əməliyyat edeyim, nəsə edeyim. Nə üçün? Pula görə. Bəli. İnsan ümumiyyətlə, hər birinizin fikri maraqlıdır. İnsan həyatını necə yaşamalıdır ki, cavan vaxtı? Qocalanda bax ondan bir yaşlanmağa doğru gedəndə zövq ala biləsən. İnsan cavan vaxtı da əziyyət çəkirlər, qocalanda da. O ki 50-dən 60-dan keçəndə ki başın qaçır, onda gicləyirsən də. Adam var o yaşda da ağıllanmır. Ona görə deyir qocalığa pul saxla, cavanlığa can saxla. Qocalığa can saxla. Pul elə yaşlananda lazım olur. Bəli. Pulu gərək hələ işlədəsən ki, xərcləyəsən. Qocalığı da nəsələ alırsan. Səndən qaçmasın. Pul qaçmasın. Ondansa bir gün pul gəlsə 50 man, 100 man, elədin səhərə çörək pulu tapmısan, bu işi qocalanda olmayacaq səndə. Hər birinizə öz dərin təşəkkürümü bildirirəm, əziz qonaqlarım, gəldiyinizə görə, bu pozitiv verilişə görə, enerjili verilişə görə. Belə əziz tamaşaçılar, bu biz idik. Mən Fərqanə Gülağa qızı ilə. İnşallah Allah ömür versə gələn həftənin bu günündə, bu saatında yenə görüşəcəyik. Sağ olun, salamat qalın.